Və bilgiləridir. Mən İbn Teymiyənin Fatimə xanım barəsində ayrı-ayrılıqda işlətdiyi ifadələri bir yerə toplamışam. Bax, onlar bunlardır. Fatimə dünya ardınca olanlardandır. Fatimənin etdiyi münafiqlərin etdiklərinə bənzəyir. Dayan, sən burada İbn Teymiyənin sözünü kəsirsən. Mənfət Minhacus Sünnə, cild 4, səhifə 245. İbn Teymiyə orada yazır. Siz şiyələr iddia edirsiniz ki, Fatimə mal üçün küstü. Əgər bu doğru olsa, o zaman Fatimə Tövbə surəsi 58-ci ayədəki münafiq sifətinə bənzəyər. Amma Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil a'lamin. Ve salatu ve selamu ala eşrefil enbiya'i vel mursalin. Ve la'nu daimu ala a'daihim ecmain. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Qardaşlardan biri bizə belə bir video yazı göndərib. Əhl-i Sünnə ilim tələbələrindən Samir Firdovsoğlu belə bir video hazırlayıb. Amma biz əminliklə deyirik ki, bu insan nə Kamal Heydərinin sözünü, nə İbn Teymiyənin sözünü, nə də Əbu Bəkirin və xanım Fatimənin salamullahi aleyhə sözünü başa düşməyib. Sadəcə tezbazar şeylərə cavab olsun deyə belə bir video hazırlayıb, hansı ki dinlədiniz. Demək, Kamal Heydəri orada deyir ki, bəs İbn Teymiyə xanım Fatiməni münafiqlik ittiham edir. Hansı ki, Samir Firdovsoğlu buna belə bir cavab verir ki, xeyr, əslində Minhacus Sünnə Əməviyyə kitabında keçən bu məsələ deyir ki, əgər rafizilər dediyi doğru olsa, rafizilər nə deyir, şiyələr nə deyir? Şiyələr deyir ki, Əbu Bəkir fədəyi xanım Fatiməyə vermədi, xanım Fatimə ona qəzəb etdi. Şiyələrin iddiası budur. İbn Teymiyyə də deyir ki, əgər həqiqətən bu doğru olsa, siz deyən kimi olsa, وَالطَّالِبُ يَقُولُ اِنَّمَا اَغْضَبُ لِحَذِّ الْقَلِيلِ مِنَ الْمَا. Əgər bu belə olsa, onun qəzəbi nə üçün olar? Onun qəzəbi yalnız və yalnız mal üçün olar. Yaxşı, bəs mal üçün olsa nə olar? Şiyələrə cavab verir. Ey şiyələr, mal üçün olsa, deyir ki, اَوْلَيْسَ اللّٰهُ قَدْ زَعْمَ الْمُنَافِقِينَ اَلَّذ۪ينَ قَالَ ف۪يهِمْ. Siz deyir, Quranda eşitməmisizmi ki, Allah Teala münafiqləri necə pisləyir? Allah Teala münafiqlərin barəsində nə demişdir? Deyir ki, onlara Tövbə surəsi 58-59-cu ayələr. Deyir ki, onlara sədəqə versən, onlar razı qalarlar. Yox, onlara sədəqə verməsən, onlar qəzəblənirlər. İbn Teymiyyə deyir ki, əgər şiyələrin dediyi doğrudursa, şiyələr düz deyirsə, xanım Fatimə əgər həqiqətən qəzəblənibsə, demək ki, bu Quran ayəsinə görə münafiqdir. Haşa, bu sözü dilimizə gətirməkdən Allaha tövbə edirik. Yəni, bu İbn Teymiyyənin görüşüdür. Amma biz sübut edəcəyik ki, xanım Fatimə həqiqətən fədəh məsələsinə görə qəzəblənmişdir. Demək ki, bu kitab İbn Teymiyənin Minhacus Sünnə kitabıdır. 4-cü cild səhifə 245. 245-246 da keçir. Minhacus Sünnə Əməviyyə. İbn Teymiyyə. Demək, Samir Firdovsoğlu da İbn Teymiyənin bu fikrinə qoşulur. Deyir, əgər şiyələr bu sözdə haqdırsa, şiyələr düz deyirsə, xanım Fatimə dünya malına görə qəzəblənibsə, bu münafiqliyin xüsusiyyətlərindən bir xüsusiyyətdir. Yəni, görün Peyğəmbərin qızı haqqında necə cürət edirlər. Özləri də bilmədən bu zəlalətə düşmüşlər bu insanlar. Demək, Səhih Buxaridə demək, 3092 nömrəli hədisdə Ayşədən rəvayət olunur. Ənə Aişətə ummul müminə radiyallahu anhə əxbərəthu ənə Fatimətə aleyhə sələm. Fatimə Əbu Bəkirə xəbər göndərdi. Səələt Əbə Bəkirin əs-Siddiqə bə'də vəfatı Rasulillah. Deyir ki, Fatimə Əbu Bəkirə xəbər göndərdi, elə ki, Rasulullah vəfat etdikdən sonra. Ən yəqsimə ləhə mirəthəhə mimmə tərəq. Əbu Bəkir də ondan mirası istədi. Əbu Bəkir də dedi ki, ən yəqsimə ləhə mirəthəhə mimmə tərəq Rasulillah mimmə əfəlallahu aleyh. Fəqalə ləhə Əbu Bəkir, innə Rasulillahi qalə lə murəthu mə tərəqnə sadəqatun. Əbu Bəkir dedi ki, yox, mən sənə heç nə verməyəcəm. Nə isə verməyəcəm? Dedi ki, mən Peyğəmbərdən belə bir hədis eşitmişəm ki, Peyğəmbər deyir ki, deməli, bizim tərk etdiklərimiz yalnız nədir? Sədəqədir. Miras buraxmarıq. Baxın, diqqət edin. Fəqadibət Fatimə binti Rasulillah sallallahu aleyhi və aleyh. Qəzəb etdi Fatimə Əbu Bəkirə. Peyğəmbər qızı Fatimə qəzəb etdi Əbu Bəkirə. فغضبت فاطمة بنت رسول الله صلى الله عليه وآله فحجرت أبا بكر فلم تعزل محاجرته حتى توفيت. Onunla danışmadı, onu danışdırmadı, barışmadı ta ki tuvufiyyət vəfat edənə qədər. İndi bir sual veririk sənə və sənin timsalında olan
insanlara: ey Samir Firdovsoğlu, bu hədisə görə Fatimə salamullahi aleyha nəyə görə qəzəblənib? Fəqadibət Fatimətu bint Rasulillah. Qəzəb etdi Fatimə bint Rasulullah. Nə üçün qəzəblənib? Bu hədisin zahirindən sən belə başa düşürsənmi ki, deməli Fatimə xanım salamullahi aleyha Əbu Bəkrə ona görə qəzəblənib ki, fədəyi ona vermədi. İbn Teymiyyə də deyir ki, əgər fədəyə görə qəzəb eləyibsə, Fatimə münafiqdir. Bunu İbn Teymiyyə deyir. Allah ona lənət eləsin. Fəqadibət Fatimətu bint Rasulullah. Qəzəb etdi Fatimə bint Rasulullah. Niyə? Ona görə ki, Əbu Bəkir ona heç nə vermədi. İndi sən İbn Teymiyyənin qəsdini başa düşməyibsən. Ola bilsin sən müdafiə etmə, amma başa düşməyibsən İbn Teymiyyənin qəsdini. Daha sonra bu hədisin oxşar versiyaları digər sünni qaynaqlarında da keçir. Demək, müraciət edirik Vəhhabilərin elmi araşdırma mərkəzi Əd-Durarus Sunniyyə. Demək, burada bir hədisi gətirirlər. Səhih İbn Hibban da rəvayət edib bunu, özdə səhih hökmü verir. Müslim də rəvayət edib 1759-da. Əxraca Buxari. Buxaridə 4240-da Buxaridə rəvayət edib. Demək, hədis nədir? Deyir ki, bax, əsas qissəyə gəlirəm. Əsas əhdi Rasulillah sallallahu aleyhi və səlləm. وَالْأَعْمَلَنَّا فِيهَا بِمَا أَعْمِلَ بِهِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَبُو بَكْرٍ أَنْ يَدْفَعَ إِلَى فَاطِمَةَ مِنْهَا شَيْئًا فَوَجَدَتْ فَاطِمَةُ عَلَى أَبِي بَكْرٍ فِي ذَلِكَ فَهَجَرَتْهُ فَلَمْ تُكَلِّمْهُ حَتَّى تُوفِيَتْ. İstədi Əbu Bəkirdən mirasını Fatimə salamullahi aleyha. Ona heç nə vermədi Əbu Bəkir. Fatimə ona qəzəb etdi. Ta ki tukallimhu hatta tuwfiyat. Hətta Fatimə dünyasını dəyişənə qədər ondan danışmadı. Qəzəbli halda dünyadan köçdü. Fatimə bint Rasulullah sallallahu aleyhi və aleyh. İbn Teymiyyə də deyir ki, əgər fədəyə görə qəzəblənibsə münafiqdir. İndi əqidəndə səmimisən, əqidəndə düzgün, səmimi insansansa, çıxdı ki, bəli, həqiqətən İbn Teymiyənin əqidəsi budur.